Salam əziz insanlar. Şirin gerçəklərin növbəti buraxılışındayıq və bugünkü müsahibimiz filologiya elmlər doktoru, ədəbiyyatşünas Əzzağa Nəcəfzadədir. Xoş gördük Əzzağa müəllim. Xoş gördük sizi. İlk sualımıza sizin özünüz haqqında başlamaq istəyirəm. Amil İctimai Birliyinin üzvləri və ədəbiyyat xadimləri sizi çox yaxşı tanıyırlar. Zəhmət olmasa izləyicilərimizin də sizi tanıması üçün özünüz və fəaliyyətiniz haqqında məlumat verərdiniz. Mən filologiya elmlər doktoru, dosent Əzzağa Nəcəfzadə. 1979-cu il təvəllüdlüyəm. Yaradıcılığımın əsas sahəsi Məhəmməd Füzuli və Nizami Gəncəvidir. Amma əgər mənim fəaliyyət tariximə baxsaq, yəni sırf filoloji fəaliyyətə başlamışam Cəmşid Naxçıvanski adına hərbi liseydə və orada gələcəyin zabitlərinin milli vətənpərvər ruhda tərbiyə olunması üçün əlimdən gələn hər şeyi etmişəm. Ondan sonraki fəaliyyətim Azərbaycan Milli Elmlər Akademiyasında olub. Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi katib, elmi işçi, aparıcı elmi işçi və hətta elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlmişəm, işləmişəm. Cavidin ev muzeyində çalışmışam. Amma mənim deməli həm namizədlik, həm də doktorluq dissertasiyamın müdafiəsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlı olub. Mən namizədlik dissertasiyam Məhəmməd Füzuli yaradıcılığında poetik fiqurlar, doktorluq dissertasiyam isə Nizami Gəncəvi yaradıcılığı klassik türk ənənələri kontekstində mövzusunda olub. Namizədlik dissertasiyamı müdafiə eləmişəm mən 2006-cı ildə, doktorluq dissertasiyamı isə 2023-cü ildə. Bu müddət ərzində mən sabah qruplarında Azərbaycan ədəbiyyatı və dili ilə bağlı olan fənləri tədris eləmişəm. Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Dillər Universitetində, yəni bu sahədə fəaliyyət göstərmişəm. Hal-hazırda isə Qarabağ Universitetində deməli filologiya kafedrasının müdiri olaraq fəaliyyət göstərirəm. Yenə də tələbələrimizə Azərbaycan dilini və xüsusən də ədəbiyyatımızı öyrətməklə məşğulam. Yəni əgər məndən soruşsaqsınız ki, siz daha çox özünüzü alim yoxsa pedaqoq kimi hiss edirsiniz, mən daha çox özümü pedaqoq kimi hiss edirəm deyə bilərəm. Karyeranızın əvvəllərində qeyd elədiniz ki, hərbiçilərə də dərs demisiniz və son savaşlarımızda şəhidlər və qazilər arasında sizin də şagirdləriniz var. Ümumiyyətlə hərb kimi sərt bir sənət növünün mütəxəssislərin hazırlanmasında dil və ədəbiyyat kimi incə elm sahəsinin mühümliyi nə dərəcədədir? Bu haqda danışardınız. Çox sağ olun sualınıza görə. Bəli, qeyd etdiyiniz kimi 44 günlük müharibədə də, antiterror əməliyyatında da iştirak edən əksər zabitlərimiz mənim də dəstədiyim şəxslərdir. Onların içərisində şəhidlər də, qazilər də var. Mən çox fəxr edirəm ki, mənim dəstədiyim kursantların sırasından Vətən müharibəsi qəhrəmanları yetişib. Onlardan bəziləri şəhidlik zirvəsinə ucalıb, bəziləri isə indi də ordu sıralarında xidmət etməkdədirlər. Biz o dövrdə çoxlu tədbirlər hazırlayırdıq. Bu tədbirlərin sırasında vətənpərvər mövzusunda olan tədbirlər daha çox idi və sözsüz ki, həmin tədbirlərin içərisində biz poeziyamıza da müraciət edirdik. Vətən mövzusunda olan şeirlərimiz bu poeziyanın deyək ki, ən əsas qrupunu təşkil edirdi. Həmin tədbirlərimizdə bizim kursantlar iştirak edirdilər. Müxtəlif şairlərimizin obrazlarını canlandırırdılar. Amma sözsüz ki, biz əsas aksenti sözsüz ki, vətənpərvərlik mövzusuna yönəltmiş olurduq. Onlardan bir kursantımın adını çəkmək istəyirəm. Vətən müharibəsi qəhrəmanı Ceyhun Həsənov bizim tədbirlərimizdən birində Namiq Kəmalın obrazını canlandırırdı və orada Namiq Kəmalın obrazını canlandırarkən sonda belə bir ölüm səhnəsi var idi. O deyirdi ki, mən əgər bu amalım uğrunda şəhid olsam da qəm yeməyəcəm, çünki mən vətən yolunda canımdan keçirəm. Doğrudan da sanki illər sonra onun söylədiyi o fikir real deməli həyatda öz əksini tapmış oldu. O öz canını fəda eləyərək vətən yolunda şəhid oldu. 300-ə yaxın öz şəxsi heyətini deməli düşməndən
xilas etmək üçün öz canını fəda verdi. Bu da sözsüz ki, həmin məktəbin deyək ki, mən daxil olmaqla digər müəllimlərinin də xidmətləri idi. Təkcə deməli ədəbiyyat və Azərbaycan dili müəllimləri deyil, eyni zamanda tarix, coğrafiya, hətta deyək ki, riyaziyyat müəllimləri belə ilk növbədə qarşıya məqsəd qoymuşdular ki, kursantları vətənpərvər ruhda tərbiyə eləsinlər. Biz onlara əgər ana dilini öyrədirdiksə, ana sözünün vətənlə bağlı olduğunu onların nəzərinə çatdırırdıq. Ümumiyyətlə bütün mətnlərimizin mövzusu, hətta imla mətnlərini biz seçəndə vətənpərvər mövzuda, hərbi mövzuda olan mətnləri seçirdik ki, bizim kursantlarımızın təfəkküründə bir gün Qarabağın azad olunacağı tarix daim canlansın. Mən indi də kursantlarımızla görüşəndə, onlarla danışanda bildirirlər ki, biz döyüşərkən özümüzə belə bir söz vermişdik ki, əgər yara alarıqsa, güllə yarası, əgər şəhid olarıqsa, mütləq üzü qabağa yıxılmalıyıq ki, bir qarış vətən torpağını biz azad eləmiş olaq öz qanımızla və bunun nəticəsidir ki, Şuşanın sıldırım qayalarını onlar dırnaqları ilə dırmaşıb, həmin deməli düşmənin deməli boğazını əlləri ilə üzüb məhz Şuşanı azad elədilər. Mən onların ruhları qarşısında baş əyirəm və əgər doğrudan da mənim xırda bir zəhmətim varsa ki, onlara o vətənpərvərlik ruhunu aşılamışam, özümü çox xoşbəxt hiss eləyirəm ki, yəni mənim də cüzi də olsa bu sahədə öz xidmətim var. Hərbiçilərə verdiyiniz ilk dərs haqqında təəssüratlarınızı bilirsiniz, maraqlı var. Aha, deməli mən Cəmşid Naxçıvanski adlı hərbi liseydə fəaliyyətə başlayarkən 22 yaşım var idi. Onların da deməli ən balacalarının 14-15, ən böyüklərinin 18 yaşı var. Yəni bizim aramızdakı yaş fərqi çox az idi. Sözsüz ki, onlar yəni təcrübəli müəllimlərdən sonra məni görəndə onlara bir qəribə təəssürat yaranırdı. İlk dövrdə mən yəni auditoriya girən kimi bacardığım bütün ədəbiyyatdan nə bilirəmsə, çalışırdım ki, onların deməli sujetlərini nəql eləyim, maraqlı şeirlər deyim ki, onların diqqətini cəlb eləyim. Və diqqətlərini cəlb eləyəndən sonra artıq mən öz məqsədim uğrunda fəaliyyət göstərdim ki, yəni həm elmi bilikləri onlara verim, həm də vətənpərvərlik ruhunu aşılayım. Birinci, ikinci dərsdən belə biz onlarla ünsiyyət qurmağa bacardıq. Sözsüz ki, hərbi liseydə özünüz də qeyd elədiyiniz kimi bir sərt rejim var. Onlar artıq təşkil olunmuş şəkildə auditoriyaya daxil olurlar. Yəni sən auditoriyaya girirsən, kursantlardan biri tam komandirinin müavini olaraq bütün tağıma əmr verir ki, ayağa qalx və diqqətin mərkəzə doğru yönəlməsini tələb edir, sənə raport verir və ondan sonra əgər sən dərsi idarə edə bilmirsənsə, deməli sən naşı müəllimsən. Yəni artıq təşkil olunmuş şəkildə gəlirdilər. Amma sözsüz ki, yaş fərqini nəzərə alaraq mən bütün deyək ki, bacarığımı çalışırdım ortaya qoyum ki, onların diqqətini cəlb edeyim və bizim ünsiyyətimiz də çox yaxşı alınırdı. Bəlkə də yaş fərqimizin də o qədər arada olmaması, yəni fərqimizin çox olmaması mənə kömək edirdi ki, onları daha yaxşı başa düşüm, onlar da məni yaxşı anlasınlar. Yəni mən belə düşünürəm ki, mən ki 12 il müddətində orada çalışdım. O müddət ərzində deməli öz qarşıma qoyduğum məqsədə nail ola bildim. Və bu gün də bizim ünsiyyətimiz var və onların içərisində o qəhrəmanların yetişməsi mənim üçün bir fəxr mənbəyidir. Siz həm də Mövlana Muhammed Füzuli haqqında da bir dissertasiya yazmısınız. Bu yazdığınız dissertasiya əsas hansı mətləbləri özündə ehtiva eləyir? Mən belə bilirəm ki, yəni siz də Bakı Dövlət Universitetinin tələbəsisiniz, Filologiya Fakültəsinin deməli tələbəsisiniz. Sizin üçün də yəqin ki, maraqlı olar. 4-cü kursda tələbələrimiz ayrı-ayrı kafedralara bölünürlər. Bəzilərinə təklif edirlər ki, siz gedin özünüz deməli kafedranı seçin, tədqiqat mövzusunu seçin. Mən hələ orta məktəbdə oxuyarkən mənə bu həvəsi yaradan müəllimim, nəhayət müəllimə mənə məsləhət görmüşdü ki, ədəbiyyatda bilavasitə çətin bildiyin şeydən yapış. Çünki zaten asan olanı hamı tədqiq eləyir, hamı öyrənir. Əgər sən ədəbiyyatşünas olacaqsınsa, sənə nə çətin gəlirsə, onu tədqiq eləməyə çalış. Çünki tədqiq edə-edə özün də daha dərindən həmin məsələni mənimsəmiş olacaqsan. Ona görə mən qərara gəldim ki, klassik ədəbiyyatdan mövzu götürüm. Ədəbiyyat tarixi kafedrasına yaxınlaşdım. Orada buraxılı işlər mövzusunun sırasında Məhəmməd Füzulinin Rindi Zahid əsərində iki fəlsəfi dünya görüşünü mübarizəsi mövzusunda bir buraxılış işi mövzusunu gördüm. Mənə xoş gəldi. Və həmin əsəri tədqiq eləməyə başladım. O vaxtı mən öz deməli elmi rəhbərim
Məhərrəm Vəliyevlə yanaşı Füzulişünas alim əsərlərini dəfələrlə oxuduğum və 1995-ci ildə Əliağa Vahid tədbirində ilk dəfə tanış olduğum Lalə Əlizadəyə müraciət elədim ki, o Füzuli və təsəvvüf məsələsini mənim üçün açmaqda yardımçı olsun. Çünki o dövrdə Azərbaycan yeni müstəqillik əldə eləmişdi, təsəvvüf ideyaları ilə bağlı Füzulinin araşdırılması hələ ortaya qoyulmamışdı. Bir-iki mənbə istisna olmaqla elə bir dərin mənbə yox idi. Hətta biz Bakı Dövlət Universitetinin şərq salonunda, bir də ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun kitabxanasında türk dilində mənbələri oxumaqla Füzuli və təsəvvüf məsələsini araşdırır və Milli Kitabxanada da deməli xüsusi bir zal yaradılmışdı. O zalda da mən ilk növbədə türk dilində təsəvvüfün mənbələri oxuyurdum və Füzulidə irfan məsələsini araşdırmağa başladım. Və bununla da mənim Füzuliyə aşiqliyim oldu. Magistraturada da mən dissertasiya mövzusu olaraq Füzuli yaradıcılığında allegoriya mövzusunu götürdüm. Sözsüz ki, məndən qabaq bu mövzuda Lalə Əlizadə artıq dissertasiya yazmışdı. Onun Füzulinin gizli sözü monoqrafiyası meydana gəlmişdi. Orada da onun mənə köməyi oldu, müəyyən bir tövsiyələri oldu və sanki həmin əsərin davamı kimi sırf həmin allegorik əsərlərdə Füzulinin deməli əsərlərindəki o təsəvvüf məsələlərinin açılması üçün mən deməli örtülü dilin özəllikləri adında bir kitab yazdım. Yəni mənim magistr dissertasiyam sonradan kitabxanada nəşr olundu. Bir müddət sonra artıq deməli mən qərara gəldim ki, bu elm yolunu davam elətdirim. O vaxt mənim deməli dissertasiya ismi Müdafiə Şurasının sədri Yaşar Qarayev, Ədəbiyyat İnstitutunun direktoru idi. O oxumuşdu və bir balaca belə bir kağız vermişdi ki, bu oğlan gəlsin, bu əsərin müəllifi gəlsin Ədəbiyyat İnstitutunda aspiranturaya müraciət eləsin. Mən də elə aspiranturaya müraciət elədim, 3 imtahan verdim və imtahandan uğurla keçdim, Ədəbiyyat İnstitutuna qəbul olundum. Mənə mövzu verdilər, deməli, Məhəmməd Füzuli yaradıcılığında poetik fiqurlar və onların estetik təcəssümü. Sonradan isə sırf poetik fiqurlar adı ilə təsdiqləndi. Bu dissertasiya mövzusu üzərində işlədim. Onu da müdafiə edəndən sonra ayrıca bir kitab, Füzuli şairin yaradıcılıq psixologiyası adında bir monoqrafiya nəşr etdirdim. Mənə qədər zaten Mahirə Quliyeva işləmişdi. Azərbaycanda klassik bəlağətlə bağlı olan deməli sənət növlərini. Mən o və onun kimi bir neçə istər deməli Sovet dövründəki mütəxəssislərin, istər orta əsr mütəxəssislərinin bu sahədə olan tədqiqatlarını araşdırdım və özüm bir sistem qurdum. Həmin sistemi isə Məhəmməd Füzulinin yaradıcılığına tətbiq elədim. Və o dövrdə çox az adam deməli sorğu nəticələrini dissertasiyaya daxil edirdi. Mən ümumiyyətlə çalışırdım ki, öyrənim ki, necə olur ki, insan bədii yaradıcılıqla məşğul olur. Bu istedadın nəticəsidirmi? Yoxsa ilk növbədə deyək ki, elmin müəyyən bir maariflənmənin hər hansı sahədə tədqiqat aparmağın nəticəsi kimi meydana gəlir. Yəni şairlərimizin sırasında elə şairlər olub ki, bilirik ki, xüsusi savad görmədən də, hətta bir qələm təxəllüsü ilə yazan şairimiz olub ki, gözəl əsərlər ortaya qoyub. Amma Füzuli söyləyirdi ki, elmsiz şeir əsası yox divar olur, əsassız divar qayət də bir etibar olur. Həmin o elmin nə olduğunu araşdırmağa çalışdım və bədii yaradıcılıqla məşğul olan bir neçə deməli 100 nəfər şəxsi mən sorğuya, yəni hazırladığım sorğuya cəlb elədim. Onların içərisində sırf filoloji təhsili olmuş və şairliklə məşğul olan şəxslər, sonra heç bir deməli təhsili olmayan və poeziya ilə məşğul olan şəxslər, eyni zamanda digər sahədə deməli təhsil almış və poeziya ilə məşğul olan şəxslər belə, hətta kursantlarımdan belə bu sahədə deməli mənə kömək eləyənlər oldu. Onların deməli ümumi deyək ki, məlumatlarını toplayandan sonra belə qənaətə gəldim ki, burada hər iki qol iştirak edir. Yəni əgər Məhəmməd Füzuli gözəl əsərlər yazırsa və özü də söyləyirsə ki, mən gecəni səhərə qədər yatmayıb, hər hansı bir obraz haqqında düşündüm və bir misranı yaxud bir beyti yazdım. Sonra gördüm ki, bunun oxşarı bir başqasında var. Həmin misranı cırıb tulladım. Bu onu göstərir ki, Füzuli deməli ilk növbədə bədii yaradıcılığa
demək xüsusi istedadı sayəsində gəlib. Amma deyək ki, məna elmi, sonra bəlağət elmi, əruz, qafiyə və digər sənət deməli əlaqədar olan elmləri öyrənməklə mahir bir sənət nümunələri ortaya qoyub. Yəni demək olar ki, bütün poetik fiqurlar ki, hansı ki, şərq ədəbiyyatında istifadə olunur, hamısının Füzulidə nümunələri var və hər poetik fiqurun bir neçə növlərindən istifadə edib. Hər birində də mahir nümunələr ortaya qoymağı bacarır. Mən də yəni öz müasirlərimdən fərqli olaraq Avropa terminləri ilə şərq terminlərinin müvazi şəkildə işlənməsini deməli əsərimdə göstərmiş oldum. Məsələn, Tozi sənətindən danışırdıqsa, onu həm alliterasiya, həm az sanası variantında edir. Mübaliğə sənətindən danışırdıqsa, onun hiperbola və litoda variantı haqqında da məlumat verdim. Təkrirlərdən danışırdıqsa, o təkrarın növləri, deyək ki, Avropa ədəbiyyatında hansılar istifadə olunursa, onları da müqayisə elədim. Yəni, onu göstərdim ki, əslində bu bizim hansı ad qoymağımızdan asılı olmayaraq, filologiya elmində bu mövcuddur. İstəyir qərb ədəbiyyatında olsun, istəyir şərq ədəbiyyatında olsun. Sözsüz ki, onların bəziləri şərq ədəbiyyatının, xüsusən də deyək ki, müsəlman şərqinin, deməli, ərəbcə, farsça yazan şairlərin və türk dilində yazan şairlərin ilk kəşfləri idi. Amma əksəriyyəti, yəni sırf insan təfəkkürü ilə, insan psixologiyası ilə bağlı olan bir şeydir. Yəni sənətlə bağlı olan bir şeydir. Necə ki, rəssamlıqda bir sənətin biz istəyir şərqdə, istərsə ki, qərbdə təzahürlərini görürük. Şərqdə də və qərbdə də şeir sənətində də bax bu ənənələr mövcud olub. Onlar şairdən şairə inkişaf edərək kamilləşir. Yəni istər ərəb deyək ki, ədəbiyyatşünaslığı Yunan ədəbiyyatşünaslığının nailiyyətlərini qəbul edərək onu inkişaf elətdirib. Və həmin o nailiyyətlərdən də istifadə ediblər fars dilli şairlər, türk dilli şairlər və bu sənətin zirvələrini fəth ediblər. Füzuli bir zirvədir və onun əsərlərini nə qədər öyrənməyə çalışsan da, sən sanki böyük bir dəryadan bir damla götürmüş olursan. Mən də indi o damlanı əgər götürə bilmişəmsə, çox xoşbəxtəm. Siz tədqiqatçı kimi necə fikirləşirsiniz ki, Füzuli şünaslıqda çalışmayan cəhətlərimiz hansılardır? Füzulişünaslıqda bax, mənim bir məqaləm var. Füzuli əsərlərinin janr və forma xüsusiyyətləri. Yəni Füzulinin əsərlərinin hələ də janrları barədə bir tədqiqat işi aparılır. Ayrı-ayrı əsərlərinin janr məsələləri söhbəti var. Yəni biz məsələn Məhəmməd Füzulinin Həqiqət-i-Züadə əsəri haqqında oxuyuruqsa, məsələn Atəmin müəllimin tədqiqat əsəri var. Bunun tərcümə əsəri olduğunu, məqtəl janrı olduğunu, yəni müstəqil bir əsər olduğunu, dastan ənənəsinin Azərbaycan ədəbiyyatında bir transformasiyası mı olduğunu, yoxsa Azərbaycan romantik təfəkkürünün, yəni romanist təfəkkürünün ilk nümunəsi olaraq, yəni bir ilk roman nümunəsi olaraq qəbul olunduğunu hələ tam deyək ki, qərarına gələ bilməmiş. Mövzusuna görə biz bunu məqtəl adlandırırıq, amma formasına görə bunu necə səciyyələndirməliyik? Bu məsələ ilə aktiv. Yaxud da ki, onun elə əsərləri var ki, münazirə janrındadır. Yəni, dedim-dedi şəklindədir. Bir obraz danışır, o birisi ona cavab verir, sanki onların ideya mübahisəsidir. Bunu biz, məsələn, Rindü Zahiddən danışırıq. Həmin Rindü Zahid əsərini biz münazirə adlandırırıq. Amma onun, deyək ki, Avropa janrları baxımından əgər baxsaq, biz onun gözlənilməz sonluqla bitən bir hekayə olduğunu söyləyə bilərik. Biz bunu adlandırmalıyıq novella. Yaxud da ki, Məhəmməd Füzulinin təmsili var, it və pişik təmsili. Həmin əsər forma baxımından qitədir, amma məzmun baxımından təmsildir. Biz bunu təmsil mi adlandıraq, qitə mi adlandıraq? Yəni, bu məsələlər hələ də müzakirə obyektidir. Ümumiyyətlə, janr məsələsi Azərbaycan ədəbiyyatında böyük bir problemdir. O problemin həlli gözlənilir. Məsələn, elə Bayatıdan başlasa, Bayatı janrdırmı, yoxsa janr formasıdır? Bu baxımdan, yəni düşüncəmizdə biz konkretləşdirməni aparmalıyıq. Füzulinin əsərlərinin, bax görürsünüzmü, elmi tənqid mətnləri hal-hazırda bizim stolumuzun üstündədir. Füzuli kimi şair çox öyrənilib, bir çox deməli şəxslər tərəfindən əsərləri üzü köçürülür. Amma hələ də biz Məhəmməd Füzulinin deyək ki, tam külliyyatını deyək ki, Həmid Araslı nəşr eləsə də,
onun elmi, deyək ki, tənqidi mətn şəklində külliyyatın nəşri bizim əlimizdə yoxdur. Yəni 6 cildlik deməli kitabı Həmid Araslı hazırlamışdı. Onun son cildləri əsərlərinin tərcümələridir Azərbaycan dilinə. Amma necə ki biz bu həm divanı, həm də Elmi Məcnunun elmi tənqidi mətnini hazırlamışıq, digər əsərlərinin də elmi tənqidi mətnini hazırlayandan sonra hüquqşünaslıqda artıq yeni tədqiqatlar üçün geniş istiqamətlər açılacaq. Bizə məlumdur ki, siz çoxdan yaddan çıxmış dəyərli bir dissertasiyanda yenidən ona can verib, həm də nəşrə hazırlamısınız. Bu dissertasiya haqqında danışsanız. Yenə də Bakı Dövlət Universitetinə qayıdaq. Deməli, mən nizamşünaslıq mövzusunda tədqiqat işi aparanda kataloqlarda, xüsusən də dissertasiyaların kataloqunda bir əsərin adına rast gəlmişdim. M. Ələkbərov, yəni adını göstərmirdilər. Nizami və Azərbaycan xalq yaradıcılığı mövzusunda bir dissertasiya. 1947-ci il qarşısına yazılmışdı. Bu dissertasiyanın haqqında bütün nizamşünaslar sadəcə adını çəkmək ilə kifayətlənirdilər. Hətta Folklor İnstitutunda bu sahədə araşdırmalar aparan, yəni nizam məsələlərində deyək ki, folklor qaynaqlarını araşdıranlar da ancaq əsərin adını çəkməklə kifayətlənmişdilər. Mənim özümə çox maraqlı gəldi. Həmin o dissertasiyaların kataloqunda, yəni biblioqrafiyasında onun Bakı Dövlət Universitetində müdafiə olunduğunu gördüm. Bakı Dövlət Universitetinin kitabxanasına müraciət elədim və həmin kitabxanada kataloqdan həmin əsəri tapdım. Şifrəsini götürdüm, o kitabı sifariş verdim və bu Nadir Kitablar Fondunda mənim üçün sağ olsunlar şərait yaratdılar. Həmin dissertasiya ilə tanış oldum. Və bilirsiniz də hər bir kitabı sifariş verəndə onun qabağında bir cibcik olur. Həmin cibcikdə kitablar səndən qabaq kim tərəfindən sifariş olunubsa, orada göstərilir. Həm o cibcikdə, həm də xüsusi bir qeydiyyat jurnalı olur. O jurnalda da baxdım ki, məndən qabaq 1982-ci ildə axırıncı dəfə bu dissertasiya sifariş verilir. Və onu da sifariş verən bir tələbə olub. Yəni ona görə də bu geniş tədqiqata cəlb olunur. Fikirləşdim ki, bu 19-cu il idi. Mən elə eləməliyəm ki, bu adamın deyək ki, tədqiqatını geniş ictimaiyyətə çatdırım. Çünki belə düşünürdülər ki, Azərbaycanda nizamşünaslıq sırf Nizaminin Azərbaycan şairi kimi tədqiq olunması deyək ki, 30-cu illərdən sonra başlayıb, o vaxta qədər olmayıb və həmin o qiymətli tədqiqatlar da ki, Nizami ilə bağlıdır, onlar da Bertelsin Böyük Azərbaycan şairi Nizami əsərindən sonra davam edir. Amma bu onu göstərirdi ki, bu dissertasiyanın da artıq çap olunması və həmin şəxsin əgər biz dissertantlıq yaxud da doktorantlıq o vaxtda aspirantlıq tarifinə nəzər salmış olsaydı, görəcəkdik ki, 30-cu illərdən bu sahədə bizdə tədqiqatlar gedib. Ona görə həmin əsəri oxuyandan sonra onun müəllifinin kim olduğunu araşdırmağa çalışdım. Fikirləşdim ki, əgər bu Bakı Dövlət Universitetində müdafiə olunubsa əsər, Bakı Dövlət Universitetinin arxivində onun haqqında məlumat olar. Bakı Dövlət Universitetinin arxivinə müraciət elədim. Bir neçə gün burada araşdırma apardıq və bilirsiniz ki, bütün tələbələr haqqında məlumatlar bir 10 ildən sonra yandırılır. Yəni həmin deyək ki, məlumatların artıq lazımsız olduğu bilinir. Amma maliyyə sənədləri məhv edilmir. Təsadüfən maliyyə sənədlərinin içərisində dissertasiya deyək ki, müdafiəsi zamanı təyin olunmuş oponentlərin siyahısını gördük və oponentlərin sırasında gördüm ki, M. Ələkbərovun tam adı var. Yəni orada göstərilmişdi Məmməd Həmid oğlu Ələkbərov və həmin adamın da oponentləri Mircəlal Paşayev, o vaxtı Dasen və o vaxt Bakı Dövlət Universitetinin professoru olan Mikail Rəfili olmuşdular və dissertasiya uğurla müdafiə edilmişdi. O vaxtı dissertasiyalarını yazan şəxslərin elmi rəhbərləri olmurdu. Yəni özləri yazırdılar dissertasiyanı. Bu da elə dissertasiya halında qalmışdı. Çünki Məmməd Ələkbərov Azərbaycan SSR-nin o vaxt maarif komissarı olub və sonradan Azərbaycan SSR-nin deyək ilk mədəniyyət naziri vəzifəsini daşıyıb. Sonradan isə vəzifədən uzaqlaşandan sonra isə
özü də dünyasını dəyişdiyinə görə həmin əsəri çap eləyən olmamışdı. O dissertasiya monoqrafiya halına salınması üçün müraciət elədi Bakı Dövlət Universitetinin rektorluğuna. Onlar da sağ olsunlar icazə verdilər. Həmin əsəri kitab halında çapa hazırladı. 2021-ci ildə Nizami Gəncəvi ilində biz onu həmin əsərin müəllifinin yurdunda, deməli Lənkəran şəhərində təqdimatını keçirdik və o dövrdə də Lənkəran Dövlət Universitetinin alimləri də buna öz münasibətini bildirdilər. Onlar da dedilər ki, yəni bizim bu əsərdən məlumatımız yox idi və əsərin də ən maraqlı cəhətlərindən biri odur ki, o deməli əsərin sonunda Nizami Gəncəvinin yaradıcılığında istifadə olunan atalar sözü və məsələlərin deyək ki, cədvəlini verir. Onların Azərbaycan dilinə hərfi tərcüməsini verir və qarşısında da onun deyək ki, bugünkü Azərbaycan ərazisində və ümumiyyətlə Türk dünyasında istifadə olunan atalar sözü və məsəl qarşılıqlarını. Yəni burada çox az fərqləri görə bilərik və çox maraqlıdır ki, əksəriyyətini Nizami Gəncəvi hərfi tərcümə eləyərək əsərinə daxil eləmişdir. Bu sahədə deməli tədqiqat aparan digər bir mütəxəssisimiz də var. Yeri gəlmiş onu da deyim. Mənzərə xanım Məmmədova Nizami Gəncəvinin İskəndərnamə əsərinin dilini araşdırır. Həmin o əsərində belə qənaətə gəlir ki, Nizami Gəncəvinin yaradıcılığında alınma sözlərin sırasında ən çox böyük çoxluğu türk sözləri təşkil edir. Və Nizami Gəncəvi özü idiomatik ifadələr, deməli çoxlu sayda idiomatik ifadələri fars dilinə gətirib. Və həmin idiomatik ifadələr də əslində türk dilində olan o frazenlərin, frazoloji birləşmələrin fars dilinə hərfi tərcüməsidir. Bu onu sübut edirdi ki, həm o tədqiqat, həm də qeyd etdiyim digər faktlar Nizami Gəncəvi türk dilində düşünüb fars dilində əsər yazıb. Yəni bu kimi tədqiqatların elmi dövrəyə daxil edilməsinin məqsədi o idi ki, Nizami Gəncəvinin məhz bir türk şairi olduğunu dünya ictimaiyyətinə çatdıraq. Bu iki dissertasiyanı yazanda və başqa dissertasiya məqalələrinizi yazanda hansı Füzulişünas, Nizamişünaslarla əlaqə? Sizin kimi bir gəncə də bir məsləhət verərdim mən bizi dinləyənlərə, bizi deməli izləyən deməli gənc dostlarımıza ki, adətən biz kitabları oxuyuruq, həmin kitabların müəllifləri ilə tanış olma haqqında düşünmürük. Amma mən bəlkə də başqalarından fərqli olaraq həmin o kitab müəllifləri ilə görüşməyə arzusunda olmuşam. Sözsüz ki, mən deyək ki, klassik ədəbiyyata marağımı oyandıran iki şəxs olmuşdu. 1995-ci ildə Əliağa Vahid tədbirində Hacı Maili və Lalə Əlizadəni görmüşdüm. Onların çıxışlarını dinləmişdim və belə qərara gəlmişdim ki, mən də ədəbiyyatşünas olum. Çünki bizim ailəmizdə ədəbiyyata həvəsi olan şəxslər olsa da, heç vaxt ədəbiyyatşünaslığına məşğul olan şəxslər olmayıb. Bu sahəyə girişəndən sonra da magistr dissertasiyam üzərində işləyərkən mən bir kitabla qarşılaşdım. Füzulidə təsəvvüfi qaynaqlar idi və həmin o əsərin müəllifi Ramiz Fasih idi. Onunla görüşməyi arzu elədim və Bülbülə kəndinə getdim və artıq bizim orada ünsiyyətimiz yarandı. Dəfələrlə onunla görüşdük və Füzulini sanki o mənim üçün o təsəvvüf məsələlərini xırdalayırdı. Bu da mənim yəni kitabımın daha maraqlı olmasına gətirib çıxartdı. Lalə Əlizadənin artıq adını qeyd elədim. Ondan başqa digər Füzulişünaslarla mənim görüşlərim olub. Mən Ədəbiyyat İnstitutunda işləyərkən Vəcihə Feyzullayeva, Atəmir Mirzəyev, Fürdun Qurbansoy, Nəzakət Məmmədliyev, sanki balaca bir otaqda üzbəüz oturduğumuz insanlar idi. Onlar ilə daim ünsiyyətdeydim və sözsüz ki, Füzuli sahəsində də tədqiqatları olan elmi rəhbərim Teymur Kərimin də adını çəkməliyəm. Bu insanlar mənə Füzulini daha dərindən öyrənməyi öyrətdilər. Yəni öz tədqiqatları ilə, çünki mən oxuyurdum nəyisə və nəyisə anlamayanda, nəyisə başqa bir mənbəyə ehtiyacım olanda birbaşa həmin adamlara müraciət edirdim, suallar verirdim. Onlar da öz fikirlərini bildirirdilər. Məsələn, dəfələrlə olub ki, Fürdun Qurbansoy ilə söhbət eləmişik və bu fikri siz necə qənaətə gəlmisiniz deyib və bir də görmüşəm səhərsi gün Fürdun Qurbansoy İrandan gətirdiyi deməli ksero sürətləri mənə təqdim edib ki, bax burada daha geniş məlumat əldə edə bilərsən. Məsələn, Məhəmməd Füzulinin müəmma haqqında olan deməli traktatı barədə məlumatları əldə etmək üçün. Atəmir Mirzəyevlə dəfələrlə söhbətlərimiz olub. Vəcihə xanım məsələn mənim məqalələrimi, ilk məqalələrimi oxuyurdu və
fikirlərini bildirirdi ki, yox, bunu bu şəkildə yox, bu şəkildə yazmalısan. Eyni şəkildə də, yəni Teymur müəllim də dissertasiyanı oxuyurdu. Bəzən bir məqaləni verdim ki, oxuyurdu. Dərhal deyirdi ki, sən bir filan kitaba da bax. O kitaba baxandan sonra həmin məqaləni təzədən yazmalı olurdum. Yəni mənim özümə məlum olurdu ki, mən bu sahənin bu hissəsini bilmirəm. Yəni onu oxuyandan sonra artıq tədqiqata başqa istiqamətdən girişməliyəm. Bu yəni ünsiyyətimiz çox alimlərlə davam edir indi də. Mənim son deyək ki, füzulişünaslarla ünsiyyətimin nəticəsi Lalə Əlizadə ilə birlikdə hazırladığımız Füzulinin tədrisi ilə bağlı olan bir kitab idi. Füzulinin həyat yaradıcılığının orta mütəhsil məktəblərində tədrisinə dair bir monoqrafiya hazırladıq, dərslik daha doğrusu hazırladıq. Həmin o dərs vəsaitini həm müəllif şəklində yazdı. Lalə xanımın mənə qədər bir kitabı var idi Füzulini tədris edərkən. O həmin məsələlərə müasir nöqteyi nəzərdən baxdı və mən də Füzulini tədris edən bir deyək ki, gənc nəslin nümayəndəsi kimi öz baxışlarımı ortalığa qoydum. Deyək ki, interaktiv dərsləri necə təşkil etmək olar, ümumiyyətlə neçə yaşından Füzulini şagirdlərə tədris eləməli, 9-cu sinifdənmi, 10-cu sinifdənmi indiki kimi, yoxsa ibtidai sinifdən belə tədris etmək mümkündür? Bunun üçün biz hansı mənbələrə müraciət etməliyik? Necə edə bilərik ki, şagirdlər üçün bu daha maraqlı olsun? Füzulidən qorxmasınlar, çəkinməsinlər, deməsinlər ki, Füzulinin dili çətindir. Yəni bu barədə biz dəfələrlə Lalə xanımla deməli fikir mübadiləsi aparırdıq və həmin fikir mübadiləsinin sonunda hissələr yazırdıq. Elə hallar olurdu ki, Lalə xanımın bir fikri yaranırdı, mənim bir başqa fikrim yaranırdı. Ona görə kitaba baxmış olsanız görəcəksiniz ki, hər deyək ki, hissənin müəllifi mötərizədə, mündərəcatda yazılıb ki, yəni bu fikrin müəllifi Lalə xanımdır, bu fikrin müəllifi isə Əzza müəllimdir. Yəni mən fəxr edirəm ki, həmin füzulişünasları tanımışam. Və hətta mən Füzulidən yazanda nizamşünas alim deməli Nüşabə Araslıya yaxınlaşmışdım. Çünki Nüşabə Araslı o dövrdə Nizaminin poetikasını yazmışdı. Mən isə Füzulinin poetikasını işləyirdim. Ona görə də o qəlibləri mən özüm hazırlayandan sonra necə bölməliyik bunları, necə təsnif eləməliyik məsələsini Nüşabə xanımdan soruşdum. O da sağ olsun 2 gün mənimlə işlədi. Həmin təsnifatı hazırladıq ki, o təsnifatı da Füzuli yaradıcılığına tətbiq elədi. Yəni ümumiyyətlə alimlərlə ünsiyyətdə olmaqdan çəkinməməliyik. Biz bəzən düşünürük ki, sual verərik, onlar bizə deyərlər ki, sən nəcə bunu bilmirsən? Amma sual verməkdən heç zaman çəkinməməlisən. Yəni bilməmək eyib deyil, öyrənməmək eyibdir. Devizini əsas tutaraq mən daim tədqiqatlarımı bu istiqamətdə aparmışam. Və sizə qeyd edim ki, bəzən mən auditoriyada özüm tələbələrdən elə bir sual eşidirəm ki, o sualın cavabını tapmaqda çətinlik çəkirəm və məcbur oluram ki, gedim araşdırmalar eləyim və bu da yeni bir araşdırmanın meydana gəlməsinə, yeni bir məqaləninmi, yeni bir konfrans materialının, hətta bəzən bir kitabın belə meydana gəlməsinə şərait yaradır. Füzuli əsərlərində poetikadan danışdınız, qeyd elədiniz. Bəs Füzuli təsəvvüfü ilə bağlı hansı alimlərlə? Mən bir alimin artıq adını qeyd elədim, Ramiz Fasihin. Və ondan başqa bir var ki, bəziləri ilə biz sadəcə əsərlərini oxuyuruq. Mən o dövrdəki dissertasiyamı yazırdım. İlk belə bizim əlimizdə hamının deməli bestseller kimi qiymətləndirə biləcəyi, hamının yəni əl-bəl gəzdirdiyi kitab var idi. Nəsib Göyüşovun Füzulidə təsəvvüf məsələsini araşdıran bir araşdırması idi. İri belə bir göy kitabı idi. Həmin kitabı oxumuşdum, amma Nəsib Göyüşovla şəxsən danışdığım yox idi. Müəyyən bir suallarım yaranmışdı ürəyimdə və o dövrdə böyük bir kitab, yəni Füzulidəki o Əhl-i-Beyt aşiqliyi məsələsini araşdıran deməli gözəl bir alimimiz var, Vərağa Almasov, filologiya üzrə fəlsəfə doktoru. Bax onun da əsəri ilə tanış olmuşdum. Sonradan iş elə gətirdi ki, mən Əlyazmalar İnstitutunda işləyəndə bu şəxslərlə şəxsən tanış olmaq imkanım oldu və ürəyimdə qalan suallar ki var idi. Nəsib Göyüşovla bəzən fasilə vaxtı Əlyazmalar İnstitutunun gözəl bir bağçası var. Həmin bağçada gəzişərkən suallar verirdim. Nəsib müəllim də onlara cavab verirdi.
Mirzə Vərağa ilə bizim dəfələrlə görüşümüz olub və Mirzə Vərağanın hazırladığı o Ənüs-ül Qərblə bağlı olan, yəni bir qəsidədən ayrıca bir kitab yazıb Mirzə Vərağa. Həmin o kitabın da ərsəyə gəlməsində birgə işlərimiz olub. Hətta elə hallar olub ki, Mirzə Vərağa ilə biz telefonla saatlarla danışmışıq. Şəhər telefonla əlaqə saxlamışıq. O deyib mən yazmışam ki, o kitabın müəyyən hissələri də bu şəkildə ərsəyə gəlib. Bizim maraqlı tədbirlərimiz olub, görüşlər keçirmişik və artıq mən yaşımın o həddində idim ki, təkcə Füzulini öyrənmək yox, Füzulidə olan təsəvvüfün dünyaviliyini gələcək nəslə çatdırmaq üçün həmin alimlərlə görüşlər təşkil edirdim. Sözsüz ki, təsəvvüf məsələlərini araşdıran alimlər sırasında mərhum Nəzakət Məmmədin də mütləq adını çəkməliyik ki, o Leyli Məcnundakı o təsəvvüfü məncə onun qədər gözəl açan ikinci bir alimimiz yoxdur. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında 93-cü ildən sonra təsəvvüf məsələsi geniş şəkildə öyrənməyə başlanıldı və artıq mən deyərdim ki, Füzuli yaradıcılığında təsəvvüf məsələsi araşdırılıb, artıq tam şəkildə ortaya qoyulub. Bu sahədə Azərbaycan alimlərinin rolu böyükdür. Adlarını çəkdiyim şəxslərin də adlarını mütləq ilk sıralarda çəkməliyik ki, onlar bax bu məsələləri araşdırıblar. Əlyazmalar İnstitutundan söz düşmüşkən, orada çalışdığınız dövrlərdə bir çox əsərlərin redaktoru və elmi rəisçisi olmusunuz. Ümumiyyətlə, mətnşünaslığımızda sizcə hansı çatışmazlıqlar var? Xüsusən də divan ədəbiyyatı transliterasiyasında. Çox gözəl sualdır. Mən özümü, yəni mətnşünas saymıram. Daha çox ədəbiyyatşünas sayıram. Əlyazmalar İnstitutunda da qiymətli mətnşünaslarımız var. Yəni orada bir məktəb formalaşıb uzun illər. Həmin ənənə davam edir. Maraqlı məsələdir ki, əlyazma özü sinkretik sənət növü olduğu üçün onun tədqiqində də müxtəlif sahələrin mütəxəssisləri bərabər işləməlidirlər. Çox zaman bu mütəxəssislər tək işlədikləri üçün onların tədqiqatları yarımçıq qalır. Nə mənada? Natamam desəm daha doğru olar. Sən ola bilər ki, çox gözəl ərəb dili yaxud da fars dili mütəxəssisisən, amma heç vaxt əlyazma oxumamısan. Çünki əlyazma hər bir insanın necə öz xətti olduğu kimi, əlyazma da insandan gərək danışsın. O baxımdan biz şərqşünaslıq fakültəsini bitirən şəxslərlə xüsusi işləyirdik ki, yəni ümumiyyətlə təzə işçi qəbul olunan kimi biz xüsusi kurslar təşkil edirdik. Bir 12 mühazirə dinləyirdilər onlar, müxtəlif şöbə müdirləri və bu sahədə olan mütəxəssislər onlara o əlyazma ilə işləməyin incəliklərini çatdırırlar. Kağızın hazırlanmasından, cildin hazırlanmasından tutmuş, əlyazmaların mühafizə olunması, əlyazma ilə davranmaqdan başlayaraq əlyazmaların oxunmasına qədər, onların transliterasiya məsələlərinə qədər, transliterasiya və transfoniliterasiya məsələləri var. Bu barədə onlara dərindən məlumat verilirdi. Elmi tənqidi mətn nədir? O barədə məlumat verilirdi. Yəni ümumiyyətlə müqayisəli mətn nədir? Avtograf nüsxə nədir? Yəni bunlar haqqında məlumat veriləndən sonra onlar bir deyək ki, mətnşünas, əlyazmaşünas kimi yəni yetişirdilər. Bəzən olur ki, mətnşünaslar yaxşı elmi tənqidi mətn hazırlayırlar, amma onun tədqiqi ilə məşğul olmaq üçün onların dərin ədəbiyyatşünaslıq bazası olmur. Çünki onlar şərqşünaslıq fakültəsini bitiriblər. Filoloji təhsil onlarda o dərəcədə deyil. Nə dilçilik baxımından tədqiq edə bilmirlər, nə də ədəbiyyatşünaslıq baxımından. Buna görə həmin mütəxəssislərin ikisinin birlikdə bir əsər üzərində çalışması çox gözəl effekt verir. Yəni belə hallar olub. Bəzilərinə biz məsləhətlərimizlə kömək eləmişik. Bəzilərinə isə sizin qeyd etdiyiniz ki, həm müəllif olmuşuq. Bəzilərinin işinin biz redaktoru olmuşuq. Mən həmin əsərləri redaktə eləyəndə çox şey özüm öyrənmişəm. Yəni gizlətmirəm, əksinə mən yəni əgər 10 il müddətində əlyazmaların üstündə işləmişəmsə, bu müddət ərzində mən bir məktəb keçmişəm. Paşa Kərimovun adını xüsusilə qeyd etməliyəm ki, o da Bakı Dövlət Universitetinin Filologiya Fakültəsinin məzunu idi. O özü necə yolu keçibsə, hansı çətinliklərdən keçibsə ki, əlyazmaşünas kimi yetişsin. Bax, o yolu mənə sanki tərqin eləyərək, öyrədə, bunu elə, bu şəkildə müəyyən bir nəticəyə gəlib çatdı. Əkrəm Bağırovun adını qeyd etməliyik ki, o da bizim yəni qiymətli mütəxəssislərimizdəndir. Özü deməli şərqşünas olaraq eyni zamanda bir çox mətnlərin həm
tədqiqi, həm də tərcüməsi sahəsində çalışıb. Maraqlıdır ki, məsələn, Tutinaməni fars dilindən həm əvvəlcə hərfi tərcümə eləyib, ondan sonra poetik tərcüməsini də eləyib. Yəni o xalqımıza həmin əsəri qazandırıb. O qədər belə əsərlər var ki, əsərlər fars dilindədir, yaxud da ərəb dilindədir. Azərbaycan deyək ki, mədəniyyətinin tərkib hissəsidir, amma bu gün bizim mədəniyyətimizin tərkib hissəsi kimi istifadə olunmur. Çünki əsər başqa dildədir, başqa əlifbadadır. Məhz həmin əsərləri bizə yenidən qazandıran həmin o mütəxəssislər. Yəni bir var əlyazmanı sadəcə təsvir eləyəsən, bir var əlyazmanı transliterasiya yaxud da transfoniliterasiya eləyəsən, bir də var ki, onu tədqiq eləyəsən. Bununla bağlı böyük işlər görülüb Əlyazmalar İnstitutunda və hal-hazırda da həmin işlər davam etməkdədir. Mətnşünaslılıqda iki oxşar terminlərin adını çəkirsiniz. Onların fərqləri haqqında danışardınız. Yəqin ki, siz transliterasiya və transfoniliterasiya haqqında deyirsiniz. Yəni Məmməd Adilov bu sahədə yaxşı bir tədqiqat əsəri ortaya qoyub, orada onu geniş şəkildə izah edir. Transliterasiya, yəni ərəb əlifbasında olan deməli mətnin digər əlifbaya, yəni məcbur deyil ərəb əlifbasında olsun, yəni digər əlifbada olsun, yəni dil olduğu kimi saxlanılır və sən onu bizim deyək ki, digər əlifbaya çevirirsən. Yəni burada çalışırsan ki, dili olduğu kimi, yəni əsərin dilini olduğu kimi çatdırasan. Transfoniliterasiyada isə artıq sən müasir dilə uyğunlaşdırma ilə bunu eləyirsən. Məsələn, orada əgər deyildirsə, sən bizim deyil variantına çevirmiş olursan. Əgər orada deyək ki, əqildirsə, sən onu ağıl yazırsan. Və bu sahədə də bəzən problemlər meydana çıxmış olur. Səbəb nədir? Çünki bəzi poetik fiqurları sən tədqiq eləyəndə orada ərəb əlifbasının axı öz özəllikləri var. Sən həmin o özəllikləri itirmiş olursan. Yəni o şəkli məsələlər ki var idi ki, poetik fiqurlar o şəkil məsələlərlə bağlı idi. Onlar artıq növbəti nəsil tərəfindən dərk oluna bilmir. Beləliklə bəhirdə. Bəli, əruz vəzninin bəhir məsələsi də yəni pozula bilir. Hətta qafiyədə də belə pozuntular meydana gələ bilir. Məsələn, qulaq qafiyəsi kimi dərk edə biləcəyimiz bir şey ki var. Məsələn, orada sən onu görə bilmirsən artıq. Çünki həmin məsələ dəyişib. Bu ümumiyyətlə deyək ki, əlyazmanın üçün alimlərin arasında da deyək ki, mübahisə məsələsidir. Bəziləri deyir ki, yox, müəllif necə yazıbsa, o şəkildə saxlanılmalıdır. Bəziləri deyir ki, yox, o bizim müasir dilimizə uyğunlaşdırılmalıdır. Yəni bir söz ki, bizim dilimizdə indi tam G ilə yazılırsa, ya keçmişdə başqa hərflə yazılıbsa, G ilə yazılırsa, məsələn, qəzəl sözümü yazaq, yoxsa qəzəl yazaq məsələsi var. Füzuli bunu yazanda Q hərfi ilə yazmır, qaf ilə yazmır, qayn ilə yazmır. Yəni biz çalışmalıyıq ki, onu qayndan saxlayaq. Əgər kütləvi nəşrlər ediriksə, sözsüz ki, onu müasir dilimizə uyğunlaşdırıb eləməliyik ki, bu daha çox mənim fikrimcə tərcümələrdə və nəsr əsərlərində olmasının daha məqsədə uyğundur. Amma elə hallarda olur ki, biz məcburuq ki, onun ərəb əlifbasında formasında aşağısında verək. Əgər biz məsələn maddi tarixdən danışırıqsa, onu bizim müasir əlifbamıza çevirib versək, altda onun ərəb əlifbasındakı variantını verməsə, o maddi tarixi başa düşmək bizim üçün çox çətin olacaq. Həm də ki, bu Azərbaycan ədəbiyyatı tarixinin də araşdırılmasında belə bir fənnin olmasına da kömək edir. Bəli, mən bizim dövrümüzdə Bakı Dövlət Universitetində filologiya ixtisası üzrə təhsil alanlara mətnşünaslıq ixtisası ayrıca tədris olunurdu. O vaxt Bəxtiyar Məmmədzadə bizə bu fənni tədris eləyirdi. Ayrıca bizə əski əlifba 2 kurs əski əlifba dərsi keçirilirdi. Biz təkcə deməli əski əlifbanı deyil, eyni qədim türk əlifbasını da öyrənirik. Yəni onları öyrətməkdə bizdə məqsədləri o idi ki, yəni mətnşünaslarımız təkcə ərəb əlifbasında olan mətnləri oxumaqla kifayətlənməsinlər. Yəni gələcəkdə onların o transliterasiyası, transfoniliterasiyası məsələsində də iştirak eləmiş olsunlar. Dünyada transfoniliterasiya termini o qədər geniş istifadə olunmur. Ən çox transliterasiya məsələləri var. O da ona görə ki, onların yəni yazılar, məsələn, qədim Yunan yazılarını oxuyanda orada çox cüzi dəyişiklikləri görə bilirik. Yəni o da daha çox dil tarixi ilə bağlı olan məsələdir. Amma Azərbaycan bir 100 il ərzində 3 əlifba dəyişdiyinə görə bizim üçün isə bu problem var və ona görə də bu problemlərdən çıxış yolu axtarmaq üçün məhz o transfoniliterasiya məsələsinə
deməli girişib alimlərimiz. Bir kafedra müdiri kimi sizcə gənc filoloqların yetişdirilməsində hansı boşluqlar var? Boşluqlar deməzdim, hə. Deyək ki, necə etmək lazımdır ki, müasir filoloqlar deyək ki, ədəbiyyata, dilə həvəslə yanaşsınlar. Bilirsiniz ki, əgər bizim dövrümüzdə filologiya fakültəsi var idisə, indi həmin filologiya fakültəsinin içərisində iki ixtisaslaşma ayrılır. Filologiya və dil ədəbiyyat müəllimliyi. Məsələn, götürək Azərbaycan dili və ədəbiyyat müəllimliyi, ingilis dili və ədəbiyyat müəllimliyi, sırf ingilis dili müəllimliyi, xarici dil müəllimliyi. Yəni bunlar başqa-başqa məsələlər. Deməli, burada ixtisasından asılı olaraq onların da dərs yükləri müəyyənləşir ki, biz hansı fənləri onlara tədris eləməliyik. Əgər, məsələn, filoloq yetişdirirdiksə, biz onlara dünya ədəbiyyatı haqqında geniş məlumat verməliyik. Əgər yox, sırf Azərbaycan dili və ədəbiyyatı müəllimi yetişdirirsə, daha artıq dünya ədəbiyyatı haqqında onlara geniş məlumat verməyin o qədər də əhəmiyyəti yox. Çalışmalıyıq ki, məsələn, o hansı sahədə mütəxəssis olacaqsa, ona yardımçı fənləri tədris edək. Bu baxımdan, deməli, müasir dövrdə yeni tədris proqramları hazırlanır. İxtisaslar üzrə tədris proqramları hazırlanır və bizim deyək ki, yetişdiyimiz dövrdə qeyd elədiyimiz fənlər kifayətdir. Mətnşünaslıqdır, əski əlifbadır, qədim türk əlifbasıdır, türkologiyadır, deyək ki, digər fənlər, o yardımçı fənlər, onlar tədris olunmur. Yəni, sırf müəllim hazırlığında. Onun əvəzində daha çox pedaqoji fənlərə üstünlük verilir ki, çünki onlar bir müəllim kimi yetişəcək. Yəni, əgər bizi hazırlayanda daha çox digər fənlərə üstünlük verirlərsə, pedaqogika və psixologiya nisbətən az yer verilirdisə, amma indi o sahələrə də daha çox yer verilir, yəni müvazi şəkildə. Həm filoloq kimi yetişdirmək, həm də bir pedaqoq kimi yetişdirmək üçün bu fənlərə üstünlük verir. Bu da müasir dövrün tələbləridir. Amma həvəsi olan tələbələrimiz ki var, məsələn, mən dəstəklədiyim tələbələr əsasında Azərbaycan ədəbiyyat müəllimliyi ixtisası üzrə olanlara istəyirlər ki, daha dərindən məsələn, hansısa bir məsələni öyrənsinlər. Biz elə eləyirik ki, onların şairlərlə görüşlərini təşkil edirik. Məsələn, mən dəstəklədiyim universitetdə kitab klubu fəaliyyət göstərir ki, kitab klubunda əksəriyyəti Azərbaycan dili ədəbiyyat müəllimliyi ixtisasında olanlardır ki, oxu günləri təşkil edirik, əsərlərin müzakirələrini keçirdirik. Bu Qarabağ Universitetində, yəni bu sahəyə xüsusi diqqət ayrılır. Onlayn görüşlər keçiririk şairlərimizlə, sahə tədqiqatçıları ilə. Məsələn, bu yaxınlarda elə biz Amin təşkilatının deməli Vəfa Ədəbi Məclisinin deməli üzvü olan Seyid Əsri ilə deməli görüş keçirdik şairimizlə. Bu görüşdə məqsədimiz əruz vəzinli şeirin deməli öyrənilməsi məsələsi idi. Onu necə edək ki, tələbələrimiz daha yaxşı başa düşsünlər. Şeirin əruz vəznində olan bəhirlərini müəyyənləşdirmək onlar üçün rahat olsun. Təfilələri dəqiq müəyyənləşdirə bilsinlər. Eyni zamanda necə olur ki, şair şeir yazır. Əruz vəznində şeir yazmaq üçün bunu xüsusi qaydada öyrənməkmi lazımdır? Yoxsa sadəcə əruz vəzinli şeirləri mütaliə etmək ilə həmin qəlblərə yiyələnmək mümkündür məsələlərini müzakirə edirdik. Bugün biz axşam çalışırıq ki, bir aşıq ilə görüşümüz olacaq. Aşıq poeziyasının yaşadan aşıqlardan biri ilə biz söhbət edəcəyik. Həmin aşıq da bugünkü tələbələrimizə aşıq poeziyasında necə etməliyik ki, deməli biz o janrları yaxşı müəyyənləşdirə bilək. Məsələn, qoşma formadımı, yoxsa varsağı ilə qoşmanın nə fərqi var? Məsələn, ola bilər ki, o qoşmanın içərisindəki növləri ki var, tədrisin içərisindəki növləri ki var, onları necə müəyyənləşdirmək olar, o barədə mən mübahisələr və müzakirələr edəcəyik və eyni zamanda da dastanın içərisində şeirin yeri, dastan poetikasının içərisində şeir nəyə görə işlədilir, insanın duyğularını necə ifadə edir. Bu baxımdan da yəni bizim müzakirələrimiz keçirir və fikirləşirəm ki, sərbəst şeirdə yazan şairlərlə də görüşlərimizi biz təşkil edirik. Çalışıram ki, mən müasir dövrdə klassik ənənəni yaşadan gənc şairlərimizlə görüşləri keçirdək tələbələrimizin. Çünki onların həm yaşları bir-birinə uyğun gəlir, həm də deyək ki, müasirlik ilə ənənənin bir-biri ilə vəhdətini bu gənc şairlərimiz verməyə bacarırlar. Yəni onları biz
gənc nəsil əgər ötürməyə bacarsa, yəqin ki, gələcəyin Azərbaycan dili ədəbiyyat müəllimləri də klassik ənənəni öz şagirdlərinə ötürməyə bacaracaq və onları sevdirməyə müvəffəq olacaqlar. Biz bilirik ki, siz elmi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla məşğul olursunuz. Əsasən şeirləriniz hansı mətləb ehtiva eləyir? Bu haqda danışarız. Bir də mümkünsə şeirlərinizdən bir neçəsini səsləndirərsiniz. Mən özümü heç vaxt şair yaxud da ki, yazıçı demirəm. Bir əsəri var Əbdürrəhim bəy Haqverdiyenin Zorən Təbib. Yəqin ki, oxumusunuz. Yəni mən də pedaqoji fəaliyyətimdən irəli gələrək bədii yaradıcılığa müraciət etmişəm. Yaxud da elə hal olub ki, deməli sanki mənə kimsə nəsə diktə eləyir ki, bunu yaz. Və o andaca yazmışam və şeir yaxşı şəkildə formalaşır. Demək olar ki, çox az redaktə eləmişəm. Yəni o baxımdan şair odur ki, o sahə ilə məşğul olsun. Yazıcı odur ki, o sahə ilə məşğul olsun. Onun bir növ sənətinə çevrilir. Mən də bu gənc yaşlarımda hamı kimi yazmışam, amma sonradan bu işlə məşğul olmadığıma görə daha çox elm sahəsinə yönəldiyim üçün sanki ilham pərisi məndən üz döndərir. Amma vaxtaşırı bir də görürsən ki, o pedaqoji fəaliyyətinlə əlaqədar olaraq yaxud da hər hansı bir hadisə sənə təsir göstərir. İstər-istəməz sən özündə şeir yazma məcburiyyətində olursan. Mən həm sərbəstdə, həm hecada şeirlər yazıram. Doğrusu əvvəlcədən seçmirsən ki, bu hecada mı olacaq, yoxsa sərbəst olacaq. Ona görə şeiri yazsan, baxsan görürsən ki, artıq bu sərbəst deyək ki, şeir şəklindədir. İlkisini istəyərəm oxuyum. Aprel döyüşləri zamanı bir şeir yazmışdım. O dövrdə deməli mən dərsə gedəndə gördüm ki, bütün eyvanlar Azərbaycan bayraqları ilə bəzədilib və beynimdə bir deyək ki, bir şeir xatırlamağa çalışdım. Bu Mirvarid Dilbazinin anasının oğluna nəsihəti idi. Amma baxdım ki, özüm şeir yazıram. Ona görə də Facebookda da paylaşanda da oxuduqlarımdan təsirlənib yazdığım şeir kimi paylaşdım. Anam məni mərd doğubdur, atam səngər, anam çöl. Anam mənə döyüş deyib, əsir düşmə, oğul, öl. Hər yatanda layla demir, marş oxurdu anam hey, cəbhə boğçamı yığıb, nəsihətlə dedi ey, qorxun sənə düşmən olsun, cəsarətin həmdəmim, qalib gəlmək hünər istər, mübarizdən öyrənin. Qəzəb, nifrət, nələt yağdır silahından düşmənə, öz elinə sən dayaqsan, iftixarsan bilmənə. Əskərlərdir qardaşların, zabitlərdir dostların, qardaşlıqda sən möhkəm ol, dostlarına arxa ol. Qoy çiynində möhkəm tutsun hər yorulmuş xəstə qol. Oğul səni uşaqlıqda bələyərdim mən yaşıl, odur ki, sən cəbhədəki dostlarına tez qoşul. Müjdə gətir qələbədən, soraq gətir zəfərdən. Qazi olan oğluma mən döşək tikim xəzəldən. Qoy gecələr ayıq yatsın, düşmən ondan gen qaçsın. O gün olsun oğlum sənə əskər əlin uzatsın. Sən də baxıb fəxr edəsən, sevinəsən, güləsən, çünki qalib ordunun müzəffər zabitisən. Bu aprel döyüşləri ərəfəsində yazmışdım. Yaxud da deyək ki, oxuduqlarımdan təsirlənib mən deyək ki, İslamın böyük peyğəmbərinə də həsr eləmişəm. Buradan bir sizinə vaxt olub, deməli Ramazan ayında Qədr gecəsində Rəsulullaha yazdığım, həsr etdiyim bir şeir var, onu istəyirəm oxuyum. Yəni fərqli duyğuları istəyirəm təqdim edeyim ki, insanın içində olanı sanki poeziyaya gətirirsən. Ya Rəsulullah, qaranlıq gecəyə nur, susuz ürəyə səfa. Səndən bu aləmə gəlməyəcək bir daha. Nur ələyən çıraqsan, xoş günlərdən soraqsan, kasıb evdə qonaqsan, boş süfrəyə düzmüsən, qurcunundan çox nemət, sonsuz olar bir sərvət. Mələklərlə ünsiyyət sənə verib bir zinət, tükənməyək xəzinə, əxlaq, zəka səndədir, əlacsız dərdə dəva, yenilməyən bir düha, heç şübhəsiz səndədir. Haqq yolunda döyüşdə, həqiqətdir silahın, ümidin Allahadır, Tanrıyadır pənahın. Qəlbə munis sözlərin,
əqlə ziya veribdir. Hidayət yolçuların haqqa tərəf yönəldib, kafirləri müsəlman, qatı dindar edibdir. Döyüşlərdə sərkərdə, görüşlərdə alimsən, qeybdən xəbər verən ən ziyalı bir insan, ən tanınan ərəbsən. Yetimə əl uzadıb, qocaya hörmət etdin. Hərfləri öyrədən qulları azad etdin. Gətirdiyin ərmağan yayıldı sola sağa. Tövhid idi zənginə payladığın sadağa. Harama əl uzatma, el öyrənməyə can at. Qoy səndən razı olsun el oba, xalq cəmaat. Deyirdin hər bir kəsə, düşmən idin nakəsə. İmamlara behişt olub qucağın, məzlumlara arxa olub ocağın. Çiçək doğub, gül bitib, qədəmin dəyən yerdə. Kölgən də gözdən itib, gözə dəyməyib bir də. Buludlar çətirinmiş, solmayan çiçək sənsən. Öydün yol göstərmiş, biz heçik, gerçək sənsən. Ay da iki bölünüb, gecələrin birində. Ümidimiz sənədir, qiyamət günündə də. Adın əmin, həmd edən, özün qəvi, rəhimli. Xitab etmiş yaradan sənə ey insan deyə. Dilim gəlməyir sənə sadəcə insan deyəm. Sən ruhların babası, sonuncu peyğəmbərsən. Sən möminlər ağası, tək yaqut bir əmbərsən. Yəni bu şeirin özünə elə diqqət edəsək, çox məsələlərə təlmih olunduğunu görə bilərik. Yəni peyğəmbər haqqında olan bəzi rəvayətlərə, yəni istinadlar var. Yəni oxunanda artıq yəni onun kölgəsinin itməsi, barmağı ilə A2 hissəyə parçalanması, tərindən qızıl gülün yaranması, bir çox yəni digər məsələləri də burada görə bilərik. Hecab vəznində şeirlər yazsam, son dövr deməli yaradıcılıq nümunələrindən birini istəyirəm diqqətinizə çatdırım. Bu bir tələbəmiz var. Sizi kimi 2-ci kurs tələbəsidir, Dəclə Xəlilova. O Qarabağ Universitetinin marşını yazmaq təklifini irəli sürdü. Müəyyən bir ideya formalaşdırdı. Bir şeir də cızma-qara etmişdi və o şeirin üzərində biz ikimiz başladıq çalışmağa. Yəni onlayn şəkildə. O öz evində, mən öz evimdə yay tətilində bir şeir ərsəyə gətirdik. Ordumuz tarix yazdı, ucaldı şanlı adı. Qovduq mənfur düşməni, uzaqlaşdırdıq yadı. Elm, tibb, mədəniyyət xalqımızın muradı, yeni kəşflər olacaq gələcəkdə silahım, Qarabağ Universiteti zəfər dolu sabahım. Mühəndis, həkim, müəllim, mühasib, hakim, alim, yetirmək üçün devizim, tədris, tərbiyə, təlim, beynəlxalq yanaşmalar, doğmaca ana dilim, təbliğ olunur səndə, şahnazım və seygahım, Qarabağ Universiteti zəfər dolu sabahım. Artır uğurun, şanın, yüksəlir hər an adın, nəzəriyyə və tətbiq. Tədqiqatdır muradın, ünvanısan dostluğun, məkanısan savadın, yeni kəşflər etmək üçün sənsən mənim pənahım, Qarabağ Universiteti zəfər dolu sabahım. İdman, təlim, təcrübə, maraq dolu məşğələ, hər dərsə tələbələr verəcəkdir səmərə, qabaqcıl texnologiya aparacaq zəfərə, yeni nailiyyətlər, elmdir qibləgahım, Qarabağ Universiteti zəfər dolu sabahım. Təhsil gücün, hədəfin, qoruyarıq şərəfin, bağ-bağça gül-çiçəkdir, sağ solun hər tərəfin, ünvanıdır sevincin, qürurun və fərəhin, solun kitabxanadır, mərkəzdir sağ cinahın, Qarabağ Universiteti zəfər dolu sabahım. Ali Baş Komandanın inamını doğruldaq. Xarüqələr yaradaq, yeni əsərlər yazaq, Nobel mükafatını, Fitz medalı alaq, sərgi, konsert, festival, sınaq iqamətgahım, Qarabağ Universiteti zəfər dolu sabahım. Yəni belə şeirlər yazmışıq, amma mənim dram əsərlərim də var. Dram əsərlərim də daha çox, yəni yazdığım dram əsərləri özümün rəhbərliyi elədiyim, yaxud da ki, mənim yəni bədii rəhbərliyim altında fəaliyyət göstərən dram dərnəyinin üzvləri tərəfindən tamaşaya qoyulub. İlk belə dram əsərini Ulu Öndərin deyək ki, məhəbbəti mövzusunda yazmışdım. Həmişə yaşar məhəbbət, Zərifə Əliyevaya olan məhəbbəti mövzusunda idi. Bu əsəri biz teyflərlə, yəni kölgələrlə ilk dəfə tamaşaya qoymuşduq. Deməli, Zərifə Əliyevanın Heydər Əliyevə olan məhəbbəti.
bu qarşılıqlı məhəbbətə qarşı duran qüvvələr və onların məhəbbətinin həmin o qüvvələrə qələbə çalması mövzusunda belə bir əsər yazmışdıq. Sonra tarixi mövzuda da əsərlər yazmışam. Yəni onlar da tələbələrimiz tərəfindən oynanılıb. Çalışıram ki, yəni elə eləyim ki, tələbələr müasir dövrün tələblərini və gəncləri maarifləndirən mövzularda olan əsərləri səhnələşdirək ki, onlar həm zövq alsınlar bunu ifa eləyəndə, həm də biz deyək ki, tariximizi öyrədə bilək, deyək ki, fəlsəfi baxışlarımızı açıqlaya bilək, tariximizə, yəni aşılanan xeyrin şər üzərində qələbəsi, xeyirlə şərin mübarizəsində heç zaman məyus olmamaq, qələbəyə inamı aşılamaq və bu şəkildə. Yəni 44 günlük müharibə mövzusunda da olan əsərlər var ki, yəni dram əsərlər, kiçik əsərlər, yəni 2 pərdəli, 4 şəkilli və bu şəkildə əsərlər yazıram ki, yəni həm asan oynanılsın, həm də yaddaşlarda qalsın. Amma bədii əsərlərin ayrıca kitablarında heç vaxt çap eləməmişəm. Bir ikisi bəlkə də mətbuatda nəşr olunub. Yəni ayrıca nəşr olunub. Daha çox sandıq ədəbiyyatı nümunələridir. Biz sizi həm də Nizami-şünas kimi təqdim elədik. Nizami haqqında hansı tədqiqatlarınız var? Doğru qeyd elədiniz. Nizami haqqında mənim bir neçə kitabım var. Yəni bu yaxınlarda da birini inşallah ki hazırlayırıq. Deməli, mən Nizamini əsərlərində artıq poetika məsələlərinə girişməmişəm. Nizaminin əsərlərində onun qaynaqlarını araşdırmağa çalışmışam. Ümumiyyətlə Nizami elə bir sənətkardır ki, kimin əsərindən nəyisə götürübsə, onun adını çəkməyə, yaxud da ona işarə vermək ilə deyək ki, bu mənbəni tanıtmaq istəyir. Və Nizami baxmayaraq ki, Şeyx Nizamidir, baxmayaraq ki, İslam mütəfəkkiridir. Amma onun əsərlərində biz zərdüştülük dininin də təsirini görə bilirik. Onun əsərlərində tanrıçılıq inancının təsirini də görə bilirik. Azərbaycan mədəniyyətində istifadə olunmuş manixeizm dininin təsirini də görə bilirik. Amma o din məsələlərini təbliğ eləmir. Həmin dini abidələrin içərisindən humanizm ideyalarını çıxarıb təqdim eləmiş olur. Yəni, əgər Xosrov Eşin əsərini oxumusunuzsa, orada görürsünüz ki, dostu gəlir və deyir ki, sən ki 40 gün oruç tutmusan, nəyə görə orucunu mundar sümüklə açırsan, nəyə görə Xosrovdan əsər yazır. Biz sizə Xosrov bizim Məhəmməd Peyğəmbərin məktubunu cıran adamdır. Amma Nizami Gəncəvi bildirir ki, mən bu əsəri yazmaqda məqsədim təkcə sifariş ilə bir məhəbbət mövzusunda olan əsər yazmaq, eşqnamə yazmaq deyil məqsədim. Məqsədim şiirini tanıtmaqdır. O Bərdədəki əlyazmanı tanıtmaqdır. Şiirinin türk əsilli bir hökmdar qadın olduğunu göstərməkdir və türkün artıq itirilmiş, vaxtilə itirilmiş, deyək ki, qüdrətini özünə qaytarmaq. Görürsünüz, hökmdar ilə bir qızın qarşılaşdırmasını qoyur. Məsələn, ona qədər Firdovsidə şiirin var idi, amma şiirin hökmdar nəslinin nümayəndəsi deyil. O Nizamidə hökmdar nəslinin nümayəndəsidir. Alpərtonqanın nəslindən, Əfrasiyab nəslindən olduğu orada göstərilir. Eyni zamanda digər qəhrəmanlarını, xüsusən də qadın qəhrəmanlarını mən prototiplərini axtarmışam. Məsələn, Fitnə obrazının prototipini tapmışam, Nüşabə obrazının prototipini tapmışam və göstərmişəm ki, Nizami Gəncəvidən qabaq deməli Nüşabə obrazı əsərə daxil edilməyib. Yəni o vaxta qədər əgər İskəndərlə bağlı danışırıqsa, İskəndərin Amazonkalar ərazisinə səyahət eləməsindən deyək ki, Yunan mənbələrində məlumat var idi. Onun deməli Qidafe ilə görüşü Firdovsinin əsərində, Şahnaməsində var isə Nizami artıq bunlarla nə Falestirisa ilə, nə də Qidafe ilə görüşünü yox, məhz Nüşabə ilə görüşünü əsərinə gətirməklə onun bir Bərdə hökmdarının tarixə salınması məqsədi gütdüyünü göstərir. Yaxud da ki, məsələn, İskəndərnamə əsərində deməli onun zülmət diyarına səyahəti göstərilir İskəndərin, amma həmin əsərin mənbəyinin Oğuznamələr olduğunu, Oğuz xan haqqında olan mənbələrlə bilavasitə bağlı olduğunu mənbələrin müqayisə etməklə çatdırmışam və belə düşünürəm ki, Nizaminin əsərlərində təkcə dil məsələlərinə görə deyil, ideya mövzu məsələlərinə görə də deməli bir türk düşüncəli bir şəxs olduğunu göstərmək üçün inşallah ki, nəşr edəcəyimiz kitab maraq doğuracaq
Nizaminin digər deməli şəxslərlə də müqayisəsini vermişəm. Yəni o Babil dastanları ilə Nizami əsərlərinin müqayisəsi, Nizami əsərlərində deməli o Babilistanda olan abidələrin izləri, yəni tikilmiş abidələrin təsvirlərini Nizami əsərinə daxil edilməsi. Niyə görə deməli Azərbaycan ədəbiyyatında bəzi məsələləri ilk dəfə Nizaminin işləməsi məsələsini ortalığa qoymuşam və bu sahədə də mənə rəhbərlik eləmiş Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü deməli Nüşabə Araslı'nın adını xüsusi qeyd etməliyəm ki, Nüşabə Araslı Nizami və Türk ədəbiyyatı mövzusunda tədqiqat işi aparmışdı. O orada belə bir tezis işlətmişdi ki, Nizamini ona görə Türk əsilli şairlər daha çox tərcümə eləyib və ona nəzirələr yazıblar ki, çünki daha çox Nizamini türk təfəkkürlü şəxslər anlayırdılar. Amma məsələn farsca oxuyan və millət etibarilə fars olan şəxslər Nizamiyə deyirlər ki, bu bizim şair deyil, ondan bir türk qoxusu gəlir. Amma son tədqiqatlarda, Nüşabə xanımın tədqiqatları onu göstərir ki, ona görə türk qoxusu gəlir ki, o türkcə düşünüb, məhz fars dilində əsərlərini yazıb. Yəni bizim tədqiqatlarımız da bu ənənənin bir davamıdır. Düşünürəm ki, biz Nizaminin türk olduğunu sübut eləyən bir neçə yeni faktlar ortaya qoymuşuq ki, bu da nizamşünaslığın inkişafına köməklik göstərəcək. Son olaraq Amin İctimai Birliyi haqqında təəssüratlarınızı bölüşsəz xoş olar. Amin İctimai Birliyini mən izləyirəm. Onun yəni maraqlı layihələri var. Ən maraqlı məsələlər ondan ibarətdir ki, klassiklərimizin irsini gənc nəslə tanıdır. Yəni elə edir ki, daha deyək ki, onlara doğma şəkildə olur bu. Deyək ki, biz əgər Seyid Əzim Şirvanini, Məhəmməd Füzulini, Nəsimini əgər oxuyursa gənclər, ola bilsin ki, bəzi halda başa düşmürlər. Amin İctimai Birliyinin təşkil elədiyi ədəbi məclislərdə bunlar müzakirə olunur. Ən çətin məsələlər nəzər diqqətə çatdırılır. Onların maraqlı kitab nəşrləri də var. Jurnalları fəaliyyət göstərir. Jurnallarda deməli bizim həm ədəbiyyatımızın nümayəndələri, həm də ədəbiyyatşünaslarımız haqqında məlumat verilir. Yəni onlar deməli tanıdılır. Sonra müxtəlif video layihələri var ki, istər YouTube üzərindən, istər digər platformalar üzərindən geniş ictimaiyyətə çatdırılır. Həm Seyid Əslinin özünün yəni çıxışları var ki, ayrı-ayrı bir beyti deyir. Həmin o beytin açıqlamasını verir. Bəzən olur ki, yəni sən o şeir haqqında bəlkə də məlumatlıydın, orada həmin fikrin heç deyək ki, çatdırıldığı barədə düşünməmişdin. O açıqlamanı verəndə o sənə xüsusi zövq verir. Yəni bu baxımdan Amin İctimai Birliyini mən həqiqətən Azərbaycanın inkişafı naminə irəli atılmış addımlardan biri kimi qiymətləndirirəm. Burada da ancaq gənclərin ətrafında birləşməsi, vətənpərvər gənclərin, deyək ki, Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini sevən gənclərin burada birləşməsi düşünürəm ki, çox mütərəqqi haldır. Gələcəkdə də onlara uğurlar arzulayıram. Düşünürəm ki, onlar daha da deyək ki, öz fəaliyyətini genişləndirəcək və yəqin ki, bütün Azərbaycanı əhatə eləmiş olacaq. Çox sağ olun. Sağ olun. Mən təşəkkür edirəm ki, belə maraqlı deməli verilişlər, layihələr həyata keçirirsiniz. Sizin kimi gəncləri görəndə bizim ürəyimiz dağa dönür. Sağ olun.